Bloka dəstək üçün DİM 20 sınağı 3-cü qrup suallarının izahına davam edirik. Qeyd edim ki, bu sualların artıq 2 sınağı Telegram kanalımıza paylaşılıb və hər kəs özünü bura girib sınaya bilər daxil olaraq və həmin Telegram kanalında hansı suallardakı daha çox səhv var, onu izah etməyə çalışırıq. Burada da 20-ci sualı görürük. Bu birinci sınavın sualıdır və burada görürük ki, səhvlər olduqca çoxdur. Hər bir bənd işarələnib, düzgün cavab daha az işarələnib, A və D bəndləri daha çox işarələnib. Baxaq indi bu sualın izahına. Sözlərlə bağlı düzgün fikri müəyyən edin. Bu sual fonetikaya aiddir. Ona görə də biz daha yaxşı olar ki, sözləri bir-bir tələffüzünü yazaq. Nəhəng sözü necə tələffüz olunur? Nəhəng kimi tələffüz olunur. Nəhəng. 2 incə, açıq, dodaqlanmayan sait var. Bu doğrudur. 1 kar, amma 2 kar var. Deməli, bu cavab səhvdir. Keçək, B bəndini saxlayaq, C bəndini keçək. C bəndində nə yazılıb? Səssiz, dih kimi tələffüz olunar. Dih. Xışdırıqdır bu. Deməli, 2-3 incə, i və nə yazılıb? Qapalı sait. Amma biz bilirik ki, burada açıqdır, qapalı deyil. Buna görə bu cavab da səhvdir, heç ardına baxmayaq. Bacıoğlu sözü. Bacıoğlu sözü necə tələffüz olunur? Biz bilirik ki, belə iki sözün birləşməsindən yaranan sözlər vardır ki, saitlə qurtaran və saitlə başlayan sözlər əgər mürəkkəb söz yaradırsa, onda onun birinci saiti düşür. Bacıoğlu kimi tələffüz olunur. Bib oğlu kimi tələffüz olunur belə sözlər və yazılıb 4 qalın sait var. 4 qalın. O, A, O, U, deməli burada 3 var. Daha çox D bəndi işarələnmişdir. Nəyə görə? Çünki I saitini də sayıblar, amma tələffüzünə baxmalıyıq. Tələffüzdə I yoxdur. Ona görə D bəndi də çıxıldı. Qaldı Y bəndi. 2 inci dodaqlanmayan və açıq sait bir cingiltili. İndi biz yazaq ailə sözünü. Ailə kimi tələffüz olunur. A uzanır. 2 incə sait, dodaqlanmayan, bu düzdür. Bir qalın, açıq sait, bu da düzdür. Və bir cingiltili, bunda yəni L götürmürlər ki, çaşdırsınlar. Amma biz bilirik ki, tələffüzdə Y artırılır. Ona görə də Y bəndi də doğru cavab deyil. Və qaldı bizim düzgün cavab olan B bəndi. B bəndindəki sözü də yazaq. Politolog. O ilə yazılır, A ilə deyilir. Politolog. K kimi tələffüz olunur sondakı Q. Və bir incə qapalı sait, I. Bir incə qapalı, bu doğrudur. 3 qalın açıq sait. A, O, O. 3 qalındır və açıq saitdir. Bu da doğrudur. 2 cingiltili L. Baxın, L, 2 dənə L. Bu da doğrudur. Və sonda 3 kar samit. Baxın, P, T və K. 3 dənə də qapalı, daha doğrusu 3 dənə də kar samit var. Buna görə də politolog sözü bizim cavabımıza uyğundur, doğru cavabdır.